Birinci liqada Qəbələ Moyq qarşılaşması meydan sahibləri üçün mühüm əhəmiyyət kəsb edir. Premyer Liqaya vəsiqəni vaxtından əvvəl təmin edən bölgə təmsilçisi bugün azarkeşlərinə çempionluq sevinci də yaşada bilər. Komandamızdan gözləntilərimiz böyükdür. İnşallah ki, yəni liqaya yenidən qayıtmamıza baxmayaraq biz liqada qalmağa yox, yəni əzəmətli Qəbələni görəsiyik inşallah. İnşallah bu günlə ən azı bir xalla çempionluğumuzu təmin edib, gələn illərin 2025-2026 Azərbaycan Premyer Liqasında da öz sözünü həmişə demiş kimi komanda görəcəyik. Baxmayaraq Premyer Liqada, amma yenə də bizim sevincimizin həddi hududu yoxdur. Çünki əvvəlki birinci gündən də qarşımıza çempionluq olmuşdu. Biz arzumuza çatdıq. Əlbəttə ki, vaxtından qabaq çempion olmaq bu bizim üçün iki qat sevincdir. Yəni deyirəm, hamını əziyyət çəkən məşqçilər heyəti, futbolçularımız, həkimlərimiz hamını təbrik edirəm. Doğrudan çox sevincliyik.